Noyabr ayının 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, kiskin olacağı, cənub-qərb küləyi əsəcəyi bildirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı, mülayim şərq küləyi əsəcəyi bildirilib. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə, dağlarda gecə 0-5 dərəcə aşağıda, gündüz 0-5 dərəcə isti olacağı bildirilib. Noyabr ayının 28-də 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteo həssas insanlar üçün əsas əlverişlidir. Sevindili Akifoğlu, Bilgi TV.